Salam hörmətli dinləyicilər, gəlin sizlə maraqlı bir riyaziyyat sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Kəsirin sürətində 2 üstündə x üstəgələ 3, üstəgələ 7, məxrəcdə kəsirin məxrəcində 2 üstündə x çıxaq 1 bərabərdir 9 olduğuna görə mötərizədə x çıxaq 2 üstündə -2 nəyə bərabərdir? Gəlin bu tapşırığı həll etməyə çalışaq. Biz əvvəlcə tənliyin sağ tərəfindəki 9-un məxrəcini 1 qəbul edib çarpaz vuraq. Buradan yaza bilərik ki, 2 üstündə x üstəgələk 3 plus 7 bərabərdir 9 vuraq 2 üstündə x çıxaq 1. Buradan yaza bilərik ki, Buradan yaza bilərik ki, 2 üstündə x vuraq 2 üstündə 3 üstəgələk 7 bərabərdir 9 vuraq 2 üstündə x çıxaq 9 vuraq 1. Buradan yazırıq ki, 2 üstündə x vuraq 8 üstəgələk 7 bərabərdir 9 vuraq 2 üstündə x çıxaq 9. Burada 2 üstündə x-ə biz bir t desək, t ilə işarə etsək, 2 üstündə x-ə bir t ilə işarə etsək, onda yaza bilərik ki, 8t üstəgələk 7 bərabərdir 9t çıxaq 9. Buradan yaza bilərik ki, 8t çıxaq 9t bərabərdir -9 çıxaq 7. Bu bərabərlikdən yaza bilərik ki, -t bərabərdir -16-ya. Buradan da yazırıq ki, t bərabərdir 16-ya. İndi gətirib bu t-nin qiymətini əvəzləmədə yerinə yazsaq, 2 üstündə x bərabər oldu t-yə, o da bərabərdir 16-ya. 2 üstü x bərabərdir 16-ya, o da bərabərdir 2 üstü 4-ə. Buradan x bərabərdir 4-ə. Onda bizdən tələb olunur ki, mötərizədə x çıxaq 2 mötərizə bağlanır, üstündə -2 ifadəsi nəyə bərabərdir? X çıxaq 2 üstündə -2. X gördüyümüz yerə 4 yazsaq, 4-də 1 almış olarıq. Baxaq görək bu hansı varianta uyğun gəlir? A variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.